Görkəmli hüquqşünas, ictimai-siyasi xadim, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas Abbasoğlu İsmayılov 1938-ci il mart ayının 20-sində Tovuz rayonunda anadan olub. Uşaqlıqdan savada və ədalətə böyük maraq göstərən İlyas İsmayılov 1955-ci ildə Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Elə həmin il Leningrad Dövlət Universitetinin aspiranturasına qəbul olunub. 1966-cı ildə hüquq elmləri namizədi alimlik dərəcəsini müdafiə edib. Elm və hüquq sahəsində dərin biliklərə malik olan İlyas İsmayılov 1966-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi əməkdaş kimi çalışıb. 1970-ci illərin əvvəllərində dövlət hüquq sistemində mühüm vəzifələrdə fəaliyyət göstərib. 1978-ci ildən 1985-ci ilə qədər Respublika prokurorunun birinci müavini, ardınca 1990-cı ilə qədər Azərbaycan SSR-nin prokuroru vəzifələrində çalışıb. Bu illər ərzində İlyas İsmayılovun adı peşəkarlıq və ədalət prinsiplərinə sadiqliklə assosiasiya olunurdu. 1990-cı ildə SSR prokurorluğunda şöbə rəisi kimi fəaliyyətini davam etdirən İlyas İsmayılov eyni zamanda elmi yaradıcılığından da geri qalmırdı. O 8 monoqrafiya və kitabçanın, 200-dən artıq elmi və publisistik əsərin müəllifi idi. İlyas İsmayılovun elmi irsi Azərbaycanda hüquq elminin inkişafında mühüm rol oynayır. İlyas Abbasoğlu İsmayılov 1992-95-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsində çalışıb. Elə həmin ildən Azərbaycanın demokratik inkişafı naminə ictimai və siyasi fəaliyyətini genişləndirib. 1996-cı ildə İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası birləşərək yeni, güclü bir siyasi qüvvəyə çevrildi. Vətən xalq naminə yox, hansıdır ki bir məmur xatirinə qanun, konstitusiya pozulursa bu dəhşət. Mən hesab edirəm ki, hamı qanunun təsir altında olsun, heç kim qanundan yuxarıda olmasın. İlyas İsmayılov partiyanın sədri seçilərək ədalətli cəmiyyət ideyalarını siyasi platformada gerçəkləşdirməyə başladı. 2006 və 2010-cu illərdə millət vəkili seçilən İlyas İsmayılov insan hüquqları və azadlıqlarının qorunması istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi. Mən ümumiyyətlə fəaliyyət sahəsinə hansısa maddi qazanc baxmaq mənbəyi kimi baxmıram. Qazanc mənbəyi kimi baxmıram mən iş fəaliyyətinə. Hesab edirəm ki, hansısa bir elmi iş, hansısa bir məqalə müəyyən miqdarda pul almaq üçün yazılırsa, maddi ehtiyacını ödəmək üçün yazılırsa, o iş orijinal ola bilməz. Hesab edirəm ki, insan özünü işləyib təmin eləməlidir və azad vaxtlarında əgər onun qabiliyyəti varsa, nəsə yaratmalıdır. Yəni, yaradıcılıq işi mənəvi tələbat olmalıdır. O maddi tələbatın ödəlməsi forması olmamalıdır. Yaradıcılıq işi içərdən gəlməlidir, mənəviyyətdən gəlməlidir. İlyas İsmayılov eyni zamanda Azərbaycan-Almaniya, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya, Azərbaycan-İtaliya və Avropa İttifaqı Parlament əməkdaşlıq komitələrinin fəal üzvü kimi beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirdi. Həyatının bütün mərhələlərində ailəsinə dərin sevgi ilə bağlı olan İlyas İsmayılov, professor Zəkiyə İsmayılov ilə ailə həyatı qurub. Bu evlilikdən onların 2 oğlu dünyaya gəldi. Etimad və Mətin İsmayılov. Etimad İsmayılov 2018-ci ildə Türkiyədə silahlı hücum nəticəsində həlak oldu. Bu faciə 4 nəvə babası olan İlyas İsmayılova böyük sarsıntı yaşatdı. 17 fevral 2025-ci ildə böyük hüquqşünas,
Ədalət Partiyasının lideri İlyas Abbasoğlu İsmailov dünyasını dəyişdi. Nardaran qəbirstanlığında dəfn olunan İlyas İsmailov xalqın yaddaşında ədalətin, insanlıq və dövlətçilik prinsiplərinin simvolu kimi qaldı. İlyas İsmailovun vəfatından sonra onlarla şeir, məqalə, sənədli film və xatirə reportajları yayımlandı. Təqaüddə olan Baş Ədliyyə Müşaviri Ələmdar Məmmədov İsmailovun şərəfli ömür yolundan bəhs edən Mən bu zamana sığmazam adlı kitab Tovuz Xeyriyyə Cəmiyyəti dərgi nəşr etdi. Bu gün də İlyas İsmailovun ideyaları yeni nəsil hüquqşünaslar və siyasətçilər üçün örnək yer olaraq yaşayır. İlyas İsmailov Azərbaycanın görkəmli dövlət, ictimai və siyasi xadimidir. Bununla yanaşı həyatı boyu bir hüquqşünas kimi çox gözəl bir sima qazanıb. Çünki İlyas İsmailov Azərbaycan tarixində hüquq sistemində hüquqa sədaqəti, qanuna hörməti ilə tanınan şəxsiyyətlərdən biri olub. Və bundan sonraki fəaliyyətində daimi olaraq dövlətçilik marağından çıxış etdiyinə görə ən təlatümlü zamanlarda Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutduğu üçün Azərbaycanda bir dövlət xadimi obrazında yarada bilib. Zaten həyat fəaliyyəti onun bir dövlət xadimi kimi formalaşmasına gətirib çıxarıb. SSR məkanı kimi böyük bir dövlətdə ən yüksək vəzifədə çalışıb, SSR-nin idarə olmasında iştirak edib. Ədalət Partiyasını qurub Azərbaycan müstəqil olduqdan sonra Azərbaycanda siyasi institutlaşmanın təməlində iştirak edib İlyas İsmailov və Azərbaycan cəmiyyətinə bir barış, fərqli fikirlərə hörmət, ədalətlilik, insan ləyaqətinə, şərəfinə hörmət hissi formalaşdırması istiqamətində Azərbaycan siyasi mühitində yeni bir formanı ortaya qoyub və Azərbaycanda siyasilərin bir-birini qəbul etmədiyi bir zamanda İlyas İsmailov tamamilə yeni bir baxış bucağı gətirərək tənqidə dözümlülüyün əsasını formalaşdıra bilib və bunun üçün bir nümunə yaradıb. Həyatı boyu özünün mütaliəsi, həyat baxışları, siyasi proqnozları ilə hər kəsdən fərqlənib. Hesab edirəm ki, o təlatümlü zamanlarda da ən düzgün qərarlar verməyə bacarıb və bu Azərbaycan xalqının yaddaşındadır. Ölümündən sonra da Azərbaycanda bir sıra miraslar qoyub, hüquq sistemində formalaşmış bir məktəb yaradıb və bugün Azərbaycan hüquq sistemində bir çox tanınmış hüquqşünaslar, hətta onu tanımayanların, şəxsi ünsiyyət olmayanların belə özü İlyas İsmailovun qoyduğu məktəbin məzunları kimi hesab oluna bilər. Onun yolunu hüquqşünaslarımız davam etdirirlər, qanuna, hüquqa sədaqətləri ilə, obyektivliyi ilə, ədalətliliyi ilə. Eyni zamanda İlyas İsmailov dövlətçilik təfəkkürü formalaşdırdı, dövlətin yerini, rolunu Azərbaycan cəmiyyətinə göstərdi, Azərbaycan siyasilərinə göstərdi və bu yolda irəliləyən və bunu davam etdirən Ədalət Partiyası fəaliyyət göstərir. İlyas İsmailovdan sonra Azərbaycan siyasi səhnəsində özünə məxsus yeri olan Ədalət Partiyası bu gün də yaşayır, fəaliyyət göstərir və bütün ədalətçilər İlyas İsmailovun mirasına sahib çıxırlar və onu yaşadırlar. Biz hesab edirəm ki, İlyas müəllimin üzərimizə qoyduğu bu vəzifəni şərəflə daşıyacağıq və uğurla yerinə yetirəcəyik və Azərbaycanda bir ədalətli cəmiyyətin formalaşması üçün nə mümkünsə onun edə biləcəyik və öhdəsindən gələcəyik.